hörmətli izləyicilərim, sizi salamlayıram. Bu təqdimatım İminno bina tikən izləyicilərimədir. Nəyə görə? Çünki elə bir daşınmaz əmlak növü təqdim edirəm ki, bu sıradan insanlara və bu sahənin adamı olmayan adamlara yəni gərəkli deyil. Necə ki, indiki sahibinə, çünki bu sahənin adamı deyil. Burada gözəl binalar tikmək olar. Burada nələr eləmək olar? Nümunəni göstərirəm sizə. İndi baxırsınız, dənizi görürsünüz, avtomatik çoxunuz bildiniz haradır. Bura Sumqayıt şəhərinin Novxanı istiqamətinə gedən hissəsində 1 hektar ərazini sizə təqdim edirəm. Bura satılır. Qiyməti də bazar dəyərindən deyə ucuz satılır. Sahibi bu sferanın, yəni bu sahənin adamı deyil. Təkrar deyirəm ki, çünki elə bir təklifdir ki, bu 1 hektar ərazi, dəniz, binalar birbaşa gəlir gətirir. Məndən də 1000 dəfə yaxşı bilirsiniz, deməyə ehtiyac yoxdur. Bu hissə gördüyünüz 4 mərtəbəli otel, layihə filan təsdiqlənib tikintiyə başlayıblar. Ancaq bax belə yarımçıq saxlayıblar, sənədləri qaydasındadır. İstəsəniz burada restoranda tikə bilərsiniz, oteldə tikə bilərsiniz. Operator sizə yəqin ki, dənizi göstərir. Mən sizə o qutaracaq hissəni də göstərəcəm buranın. Bu hissələr isə brend restoranların cərgəsidir. Elə bir yerdə yerləşir ki, əzizləyicilər, həm Sumqayıta düşür, həm Novxanıya düşür. İstəsən, restoran konseptində də möhtəşəm işlər görə bilərsən. İstəsən, fərdi yaşayış binaları da tikib, satışını eləyə bilərsən. Da o sizin öz söhbətinizdir, mən ona qarışa bilmərəm. Sizə qutaracaq hissəni də görsədim. Bunun əlavə detallar var, xırdalıqlar var. Məsələn, generatoru var buranın. Ehtiyat su ambarı var. Lazım mühafizə otağı tikiblər, daim ora mühafizə olunur. Olan budur. İndi keçək sizə o qutaracaq hissəni görsədim. Əzizləyicilər, Kaluçka buradır. Bax, buradan sərhəd olaraq başlayır 1 hektar ərazi və gördüyünüz bütün bu sahə hamısı bir adama aiddir və bu halda satır yeni sahibinə. Kimə uyğundursa bu elanım, əlaqə nömrəsinə zəng eləyib, gəlib baxış keçirə bilər bizim komanda ilə. Qərar seçim sizindir.